Səhərə qədər qonşularla çay içdi. Az qal, yarım saat qal, 1 saat qal, 2 saat qal, öz imkanına görə. Amma ibadətlə keçir. Quran oxu. Quran oxuya bilmirsən, dua elə, zikr elə, namaz qıl, faydalı bir şeylə keçir. Hamısının şərtdirmi? Şərt deyil. Hamısını oya qala bilərsən, qala bilərsən. Sən öz imkanına görə. Yetər ki, o gecəni dəyərli səmərə keçir ki, ömürdən gedir və bərəkətdir. Həmçinin Peyğəmbərimiz s.ə.v ən çox etdiyi dua nə idi? Nəyə görə bağışlanma dili o gecədə belə? Çünki o gecədə bağışlansan, duaların qəbul olacaq. Deyək, Allahım innəki afuvun, Allahım sən əff edənsən. Tuhibbul affə, əff etməyi sevənsən, fu'afu anni, məni əff eylə. Bu dua. Və üstəlik, amma bir dənə də yanlışlığı var ki, insanlar hamısı dünya istəyir. Yox, tək dünya deyil. O gecə cənnət istəyir, axirət istəyir. Birinci axirət istəyir, sonra dünya istəyir. Peyğəmbərimizin bütün dualarına baxaq, dünya ilə axirət cəm eləyir.